Əvvələ qeyd etmək istərdim ki, Şahin müəllimi burada görmək çox şadam və Əbülfəz müəllimi vaxtilə bizim institutda işləyən sosioloqlardandır. Çox belə hörmətimiz var onlara və bunu qeyd etmək istərdim. Nə demək lazımdır mənim fikrimcə? Birincisi, bu məlumat onu təhlil etmək lazımdır. Bu aydındır. Bu təhlildə hasad məsələ deyil. Axır vaxtlarda sosioloji sorğular yaxşı şeydir. Amma sosiologiyanın fəlsəfəsi daha yaxşıdır. Ona görə ki, bunu araşdırmaq üçün fəlsəfə lazımdır. Bu bir. İkinci məqamı qeyd etmək istərim. Bilirsiniz, bizim institutda kifayət qədər onlayn konferanslar keçirilir və orada həm Qazaxstan filosofları, həm Özbəkistan filosofları, həm Kirgistan filosofları iştirak edirlər. Bu deməkdir ki, bu əlaqələr süni deyil. Bu real əlaqələrdir və çoxalır. Bu deməkdir ki, bu Türk dövlətlərin gələcəyi yaxşı addımlarla gedir qabağa. Bu bir. İkinci məqam. Mən vərəqləyəndə gördüm ki, işlə bağlı daha çox məlumatlar var. Və bütövlükdə qeyd etmək istərdim ki, Türk dövlətləri hamısı da olmasa daha çox mirasa yönəldiliblər. Halbuki gələcəyin perspektivləri heç də qeyri-vacib məsələ deyil. Bəlkə də daha vacib məsələdir. Onu unuduruq həmişə. Biz də hələlik unuduruq bunu. Gələcəyimiz isə necə olacaq? Bunu proqnozlaşdırmaq lazımdır. Çox şey aydındır ki, siyasi güclərdən asılıdır. Amma alimlərin işi də bu işdə necədirlər vacib məsələlərdəndir. Hələ belə süni intellektlə maraqlar hələ belə deyil. Ona görə ki, o imkanı yaradır ki, gələcəyə baxışı dəqiqləşdirək. Sonra qeyd etmək istədim. Məsələn, akademiya, Elmlər Akademiyası TÜBİTAK-la çox yaxşı əlaqələr qurub, amma hələlik heç bir iş necədilə layihə şəklində qəbul olmayıb. Misal üçün, bizim institutdan bu 2 iş hazır olunmayıb. Bir layihə kimi hazır olunub və biz gözləyirik ki, biri Zəngəzurla bağlıdır, biri isə süni intellektlə bağlıdır və maraqlıdır TÜBİTAK necə bu layihələrdən hansını dəstəkləyə bilər və dəstəkləyəcək və niyə dəstəkləyəcək? Bu da vacib məsələdir. Ona görə ki, layihə hazırlamaq bir məsələdir, amma necə onları dəstəkləyirlər, o başqa məsələdir. Bir şey də qeyd etmək istərim. Bilirsiniz, fəlsəfədə indi misal üçün maraqlı bizim institutda işlər aparılır və biz şöbə yaratmışıq. Türk dövlətlərin, Türk xalqların fəlsəfə tarixi və fəlsəfəsi. Burada mən diqqət vermək istərdim ki, bu şöbə, burada da şöbə müdürü də iştirak edir, Faiq Ələkberli. Biz çalışırıq Özbəkistanla, Türkiyə ilə, Qazaxstanla birgə layihələr hazırlayaq və bu yalnız fəlsəfə tarixi deyil, yalnız miras deyil. Bu həm də fəlsəfədir. Ona görə ki, bunları bağlamaq lazımdır. Ona görə ki, miras təhlil olunmalıdır. Mirasda keçmiş də var, amma gələcək də var. Sabahki gün də var. Bunu unutmaq lazım deyil. Bütövlükdə hesab edirəm ki, bir məsələdə, axırda deyirəm, Avropa İttifaqı biz neyi istəyirik? Biz Türk dövlətlərdən Avropa İttifaqı modelini yaradırıq, yaxud başqa bir model. Bu da söhbət elə yüngül məsələ deyil. Əvvəlcədən demək ki, neyi istəyirik? Aydındır ki, biraz yanlış olarıq. Biz işlər aparmalıyıq ki, təhlil edək. Dövlətlər və xalqlar hansı modelə üstünlük verir? Bu elə yüngül məsələ deyil. Çetin məsələdir, daha desək. Amma işləmək lazımdır.